Belə bir sual nümunəsinə baxaq. Qraflarda qonşuluq matrisinə aid sualdır. Sıfırların sayı birlərin sayından nə qədər çoxdur, bunu soruşur. Əvvəlcə birlərin sayını tapaq. Birlərin sayının tapılmasının ən rahat qaydası budur. Bir bunları yazırsınız. Verilənləri, yəni A, B, C, D. Sonra gəlir Y, F, K, M, N, L. İndi baxaq. A-dan neçədən ox çıxıb? A-ya gələn oxları demir amma. Neçədən ox çıxıb? 1, 2, 3 ox. Yazdım 3. B-dən neçə dənə çıxıb? 1, 2 ox. Yazdım 2. C-dən neçə dənə çıxıb? 1, 1, 2, 3, 4 dənə. Yazdım 4. D-dən budur. 1 dənə ox çıxıb. Yazdım 1. Gəldim Y-yə. Y-dən 1, 2 ox çıxıb. Yazdım 2. F-ə gəldim. F-dən 1, 2, 3 dənə ox çıxıb. Yazdım 3. Bu F-dir. Gəldim. K-dan 1, 2 dənə çıxıb. K-ya yazdım 2. M-ə gəldim. M-dən 1 dənə çıxıb. N-də 0-dır. L-də 1 dənədir. İndi bunları toplasam 5, 4, 9, 10, 12, 15, 17, 18, 19 eləyəcək. Yəni birlərimin sayı 19 dənədir. İndi mən sıfırların sayını tapmaq üçün burada 10 dənədir də. 10 vurulsun 10 qədər məndə ümumi hüceyrəm var. Yəni 100-dən də çıxacam 19-u. 100-dən də 19 çıxanda məndə eləyəcək demək. Bir dəqiqə. Sayından nə qədər çoxdur? Aha, 100-dən 19 çıxanda demək bu eləyəcək 81. 81 dənə sıfırım var. 19 dənə də birim var. İndi mənə deyir ki, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 81-dən də 19 çıxacam. Düzgün cavab eləyəcək 62. Bu da eləyəcək C variantı.